Neyse. Buradan birinci səsiniz var, 1 dəqiqə 25 saniyə. Mən vurğulamışdım axı sizə ki, 20 saniyədən sonrası səsin işləmədi. Orada atqaz verirdi səs. Yox, işləmədi. Səs qırılırdı orada. Mənə 20 saniyədən sonra dayanırdı WhatsApp-da həmin səs. Tam yüklənməmişdi, nədir? Mhm. Sizin uşaqlardan girdiyiniz hal-hazırda sizin uşaqlardan, yəni gəlin məlumat verim. Sizin uşaqlardan girdiyiniz 4 dərsdir. 1, 2, 3, 4. Mən ekranı bölüşüm, siz də baxın. Yox, kompüterdə, telefonda əgər açılıbsa, həmin mail hansısa kompüterdə də açılmalıdır o. Onda həmin e-maili mənə deyin, elə göndərim sizə. Çünki mən bir e-maila göndərdim. O birdən-birə o birisini göndərmirəm axı. İkisini də deyin ki, ona da göndərim. Baxın, ekranı görürsüz. Siz hal-hazırda qrupdan geri qaldığınız mövzular hansılardır? 1. Spring 1, TCP/IP2, Stream 3, Komparator 4. Bu 4 dənə mövzularda geri qalmısınız. Collection keçidəs keçdiyimiz listlər. Komparator, streamlər, TCP/IP-lər, bir də Spring. Mən indi SQL keçmişəm sizə. Spring-ə girəcəm. Bugün onlara Spring-in ikinci mövzusu idi. Sizə Spring-i sıfırdan başlayacağam və Spring-in içində sizə stream izah eləyəcəm. Dərslər davam elədiyi müddətdə. Stream-in içində komparator izah eləyəcəm. O formatı daha da anlaşılır şəkildə başa düşə biləsiniz deyə. Tak, başlayıram indi. Baxın, gələk bura sıfırdan. Spring App. Ümumiyyətlə Spring nə deməkdir? Spring Java-nın bir framework-üdür. Hansı ki, Java-da müəyyən qədər, bu günə qədər əllə yazdığınız kodlar ki var. Spring-in sayəsində siz onları bəzilərini artıq əllə yazmayacaqsınız. Birbaşa annotasiya ilə çağırmış ola biləcəksiniz. Misal olaraq necə? Tak. Bir dəqiqə. Gələk bura. Zaza Warriors. Individual xanım. Hazırdır. İndi burada bir dəqiqə mən rekorda baxım. Burada sizdə Spring-ə başlayaq. Baxın, bir dənə gəlirik birinci bura. Spring App ümumiyyətlə deməkdir. Java-nın bir framework-üdür. Yəni bayaq bildirdiyim kimi. İndi biz gəlirik Spring-i necə açırıq. Baxın, folderi seçirəm, sizin folderi. Spring Intro Open. App'in adını qoyaq Spring Application Project. Spring Project. Baxın, burada indi təməldən izah edirəm. JDK versiyası var. Baxın, bu Java Development Kit deməkdir. Hansı ki, bütün Spring-in toolları bunun içindədir. Corretto 17-ni seçirəm. Burada cürbəcürlər var. Biz 17-ci versiya ilə istifadə edirik. Baxın, Next-i bastım. Burada isə bura sizin kitabxanalarınızdır. Bunlar hamısı kitabxanalardır. Biz bir dənə hal-hazırda web yazacağım bura, web. Bir dənə webi seçirsiniz. Düşür bura görürsünüz. Bax, seçdikcə sağa baxın. Sağa düşür. Nəyi seçirsinizsə. Mən bir dənə webi seçdim. Create bastım. Okay. Yaratdım. Bax, Spring App yarandı artıq. Təməldən Spring App yarandı. İndi bu Spring App-in işləmə funksiyasını sizə birinci izah edeyim. Mənası nədir? Bu günə qədər Java-da kodu run eləyəndən sonra burada görülür də nəticələri. Amma indi birbaşa Postman-dan da görə biləcəksiniz. Yəni, daha real iş mühitindəki formatda işləyəcəksiniz. Baxın, yükləndi, qutardı. Mən burada Java-ya daxil oluram. Baxın, adı bura main içən girirəm. Görün burada nə var?
Həmişə PSVM yazırdınız. İndi də PSVM-də, amma üstündə yazılıb Spring Boot Application. Okay. İndi burada təməldə Spring-in məntiqi nədir? Birinci onu izah. Burada Project Structure var. Burada Project Structure var. Burada daxil olursunuz. Burada bayaq seçdiyim versiya yazılıb. Coreta 17. Biz bunu işlədirik. Başqalarını hələ ki işlətməyəcək bunları. Bir dənə bunu işlədik. 17. Spring-də ümumiyyətcə kod necə yazılır? Onu birinci izah edeyim. Bu package məntiqini görürsünüz. Org example Spring Project. Spring-in məntiqi nəyə dayanır? Ən birinci önəmli olan, burada yazıram. Ən birinci önəmli olan arxitekturadır. Arxitekturanı anlamaq. Yəni bu klasslar, package-lər hansı, bunlar package-lər hansı formatda işləyirlər. Burada siz cəmi 3 dənə package yaradırım. Hal-hazırda başlayıram, yaradıram. Birinci package'imin adı nədir? Controller. Və yaratdım controller. Təzədən bura basıram. Servis. Üçüncü package'imin də adı repository. Üçünü də yaratdım. İndi mən bu package-lər arasında ən məntiqli olan nədir burada? Burada məsələn biz nəyin üzərindən gedək? Sizlə user. Deyək ki, istifadəçi datalarından işləyirik, düzdür? İstifadəçi datasından başlayaq. User istifadə edirsinizsə, bir dənə də burada nə yazırsınız? Model package. Baxın, Spring dedikdə 4 dənə önəmli package yerə düşür. Repository, servis, model, controller. Başlayaq indi bizim app'imizin məntiqi və arxitekturanı qururuq. User application-da. Deməli, burada nə olacaq? Bir dənə user adında mənim klassım olmalıdır. Modelin içində də həmişə o təməl klass yazılır, user. Yəni, birbaşa obyektin özü, insandırsa insan, müştəridirsə müştəri, maşındırsa maşın. İndi müştəridir, user. Müştərinin nələri var? Müştərinin birinci nəyi var? Adı var, düzdür. Private string name. Bir də müştərinin soyadı var. Surname. Bir də müştərinin nəyi var? Yaşı var. 3 dənə müştərinin datasını yerləşdirdim. Və biz əvvəllər necə edirdik? Düşürdük aşağı. Bir dəqiqə. Burada. Götürürəm. Bu bizə lazımdır. Biz əvvəllər nə edirdik? Düşürdük aşağı. Giririk generator. Konstruktor götürdük. Hamısını seçirdik. Daha sonra boş konstruktor yaradırdıq. Public, user və s. və s. Düzdür. İndi biz onların hamısını Spring-in gələcək dəstlərində belə şeylər yazmayacaq. Daha rahat üsullarla yazacaq. Amma indi mən qustar üsulla yazıram, çünki siz Spring-in birinci core-unu izah eləməliyəm, təməlini. Və boş konstruktor yaratdım. Dolu konstruktor yaratdım. Bir dənə də düşürəm aşağı, yaradıram nəyi? Getir və setterləri. Bunu da yaratdım. Bir dənə də ən sonunda toString-i yaradıram. Bunu da yaratdım. Bax, bütün mənim bu klassım model klassdır, yəni user. Əgər entity mənim, yəni modelim user-dırsa, ən birinci, sonra ikinci yaratdığım klassda repository olmalıdır. Yəni user repository belə olmalıdır. User repository-ni yaratdım. Üçüncü yaratdığım klass servis olmalıdır. User servis. Dördü isə controller olmalıdır. Bunları yarattım. Və ən birinci başladım user'ın içində doldurdum. Bu hazırdır. İndi gəlirəm user repository'nin içinə. Və Spring-in ən önəmli funksiyası odur ki, bir dənə add repository gördünüz, hardan gəlir? Org.spring framework-ın içindən gəlir. Seçdim. Okay. Servisin içindən gəlirəm. Bunun da içində eyni məntiqlə add servis seçdim. Eyni yerdən gəlir. Bir də rest controller. Göz hamısı eyni yerdən gəlir. Hamısı Spring Framework-ın içindən gəlir. Üçünü də hazır etdim. İndi başlayaq. Biz birinci başlayaq hardan? Bunun içindən. User repository-nin içindən. Bizim indi databazaya qoşmuruq da. Databazaya növbəti dərs qoşacaq. Bu dərs mən mock databazı yaradacağım. Mock yəni süni databaza. Mock. Database. Yaradıram. Private list
Tipim nə olacaq? String ya da user olsun. Müştərilər olsun içində. User. Users bərabərdir new array list. Okey. Listi də import eləyirəm. Bunlar məndə hazırdır. Springdə cəmi 4 məntiq olur. CRUD, adı CRUD gedir. Yəni CRUD. Create, read, update və delete. Yəni bu create, read, update, D də ki delete deməkdir. Yəni biz bunu kod şəklində yazaq repozitorinin içində. Birinci nədir? Find all. Find all mənası nədir? Yəni bütün databazada olan müştərilərin hamısını gətirmək. Private bu kodun mənası bütün databazadakı müştəriləri gətirmək. Yəni adı read gedir. O read-i yazdıq. Bu hazırdır. Daha sonra düşürəm aşağı. Bir də save var. Save, yəni create. İndi create yazaq. Public void save. Müştəri save nə demək? Databaza yazmaq deməkdir. Tipim nədir? Modelim user'dır. User. Düşürəm aşağı. Və mən deyəcəm ki, user nöqtə, yəni bu mənim databazamdır axı. Həmin databazanın içinə add elə. Nəyi add edirsən databazanın içinə? User nöqtə add. Okay, this nöqtə user nöqtə add. Həmin bu add-in mənası nədir? Yəni databazanın içinə əlavə et. Nəyi əlavə et? Müştərinin yazdığı datasını. Müştərinin hansı datanı yazıb? Ad, soyad, yaşı. Və buraya yazıram nə? User-ı yaz bazaya. Dedi hazırdır. Save-i də yazdıq. Və qaldı bizdə update və delete qaldı. Update gəlizdir. İndi delete izah edəcəm sizə. Update-i çatdırsaq, bu dərsi izah edəcəm. Çatdırmasaq, Spring-in təməlindən çıxandan sonra izah edəcəm. Bir də bizdə var nə? Delete. Burada yazıram delete. Delete nə deməkdir? Yəni silmək. Yazıram bura public void delete. Okay. Düşürəm bura. Sən müştərinin databazadan siləndə ID-sinə görə silirsən. Hər müştərinin fərqli ID-si var. Yəni şəxsiyyət vəsiqəsi var. Long ID. Bu da hazırdır. Və mən bir dənə burada data verəcəm. Burada. Deyəcəm ki, this nöqtə user nöqtə remove. Nəyi remove elə? ID-yə görə. Yəni müştərinin ID-sini götür, həmin ID-yə görə sil. Neçədirsə həmin datanı buradan götür, sil. Bu bizim nəyimiz oldu? Repozitorimiz. CRUD-ın read-i, C-si, D-si hazırdır. Bir dənə qaldı nə? Update. Update də bayaq dediyim kimi. İndi gəlirəm, ikinci yazılır həmişə servis. Servis də eyni məntiqdir. Servisin içində logiklər, yəni məntiqlər yazılır. Burada sizə izah edəcəyim ən önəmli məqam odur ki, user repozitorini servislə kontrollara bağlamalısınız. Bağlamaq necə olur? Dependency injection olur. Dependency injection nə deməkdir? Yəni buna bağlamaq deməkdir. Private yazırsınız. User. Bunu nəyə bağlayırıq bu dəqiqə biz? Repository klassına. User repository. Düzdür. İndi bir dənə də bura düşüb konstruktorunu yaradacaq. Konstruktoru da hazırdır. Güzel. İndi injectin mənasını izah edəcəm sizə. Bunun adı dependency injection gedir. İndi başlayıram nəyə? Bura nə yazmışam? Bax, find all. Bax, bunun üstünü götürürsünüz. Necə varsa. Gəlirsiniz servisə. Batırsınız bura. Düzdür. İndi bir dənə user repository verirsiniz. Nöqtə find all. Necə gedir bunun adı? Private niyə vermişim? Bunun adı public olmalıdır. Public. Bura düşürəm aşağı. Deyirəm ki find all. Yəni baxın, basanda hara gedir? Repozitorinin içinə gedir. Bax, hop, bastım. Hara gedir? Repozitorinin içinə. Find all çağırıram. Gəldim bura. Bu məndən niyə qırmızı atır? Çünki return istəyir. Return. Bura return vermişəm axı üstünə tip olaraq. Void verməmişəm. Void versəydim, elə yaza bilərdim. Onsuz yaza bilərdim. Amma void verməmişəm deyə return eləməliyəm. Bu hazırdır. Daha sonra find all-dan başqa hansı metodum var? Save var. İndi save inject eləyək bura. Bax, save-i gəlirsiniz. Bunu full götürürsünüz.
Hop, götürdüm. İndi gəlirsiniz servisə. Save-i atdınız, düşdünüz aşağı. Təzədən injection neyinir? Bunu istifadə edirəm də, düzdürmü? Return. Burada return ehtiyacı yox, çünki voiddir. Deyirəm user repository nöqtə save. Nə göndərirəm? Həmin user, müştərini içəri göndərirəm. Bu da hazırdır. Bir də bizdə qaldı nə? Delete. Bax bu. Delete də yenə götürürsünüz. Bunu ilk götürürsünüz, düşürsünüz aşağı. Hop, düşdünüz, atdınız belə. Delete də yenə user repository nöqtə delete. Delete hardan gəldi? O da reponun içində görürsünüz. Bu da göz işığı yandı. Deməli istifadə olunur. Orada göndərirsiniz nəyə aidini? Bu da hazırdır. Hop, sildim. Hamısı səliqəli öz yerində. Bir dənə bizdə qaldı nə? Bizdə qalan yekun şey controller oldu. İndi controller yazaq. Ən önəmlisi isə budur. Ən önəmli və ən axırıncı. Baxın, bura nə edim? Servisin içində. Repositorini bura bağlamaq üçün dependency injection istifadə edim. İndi də bunu da buna bağlamalıyım. Ona görə bunu da içində yazıram nə? Private user service yazdım. Bir dənə də bunu nə edirəm? Konstruktorunu yaradıram. Konstruktorunu yaratdım. İndi burada da buradakının baş hissəsini götürürəm. Bu hissəsini atıram bura. Və yazdım. Dependency injection nə deyir? İstəyir servisin içine girmək istəyirsənsə, onun obyektini yaratmışam. Onun adını çək. Deyirəm ki, user service nöqtə nədir? Save. Daha doğrusu find all. Find. Adı necə gedir? Public. User service nöqtə find all. Hamısını çağır. İkinci metodun adı nədir? Başlığı yandı. Bunlar hələ ki istifadə olmayıb, işıqlar yoxdur. Save. Save-i götürürəm. Gəlirəm kontrolun bu hissəsinə. Attım bura. Təzədən injection'a görə çağırıram bu user servisi nöqtə save. Save eləyirəm nəyi? User'ın özünə. Bu da hazırdır. Bir də ən sonda bizdə nədir? Ən sonda delete'dir. Bu delete'i götürürsünüz bu format. Düşürsünüz aşağı. Delete'i atdıq bura. Düşdüm. Bir dənə də yazıram bura nə? User service nöqtə delete. Nəyi göndərirəm? ID-ni. Çünki parametre olaraq ID almışam. Bura qədər bu format. Bir dənə controller önəmliliyin şey nədir? Controller birbaşa nə ilə işləyir? Postmanla işləyir. Postmanım hanı? Postmanım da buradadır. Controller birbaşa postmandan işləyir. Bax, bunu postmandan. Ona görə biz burada nələr veririk? Postmanın nəyi var? Get, post, put, delete, hid, options, patch və s. İndi ona görə burada nə etməlisiniz? Endpointlər verməlisiniz. Buranın endpoint nədir? Find all nədir? Yəni get. Ona görə nə yazıram? Get mapping. Okay. Bir dənə də içinə anlaşılır olsun deyə yazırıq ki, get. Yəni gətir. Daha sonra save-in içinə nə yazırıq? Save-in də mənası nədir? Post eləmək. Yəni datanı yaddaşa yazmaq. Onun da adı nədir? Deməli post. Post mapping. Bunun açıqlaması da save deməkdir. Delete'in də anlamı delete mappingdir. Delete mapping. Bunun da məntiqi nədir? Delete etmək. Delete. Buna da bizim nəyimiz hazırdır? Full sistematik olaraq arıcılığımız tamamilə hazır olmuş olur. Okey. Bunu da səliqə salaq. Bu da tam hazırdır. İndi sizin kodunuz artıq tamamilə hazırdır. Niyə? Find all verirəm, girirəm, find all. Bir dənə də find all gedir, gördünüz bunu çağırır. Yəni bütün istədiyimiz performansı biz artıq həll etmiş olduq. Və Spring-in təməl versiyası var, o CRUD. Biz CRUD-ı yaratmış olduq. Əsas öyrəndiyimiz nə oldu? Bir modelləşdirmə etdik biz. Spring-i yaratdıq. Spring-in repository klassını yaratdıq, hər şeyi. Birinci başladıq, modeli yaratdıq. Baxın, hər şeyi. Getir, setir konstruktorlarından birgə. Modeldən sonra keçdik, repositorini yaratdıq. Repositoryda 3 dənə endpoint yazdıq. Hamısını gətir, yaddaşa ver, sil. Və daha sonra eyni məntiqi servisi daşıdıq. Başlıqları kopyalaya və içini fərqli yazdıq. Buradakı məntiqi də controller'a daşıdıq. Bura gəldik, sürütlədik. Ondan da burada endpoint verdik ki, postmandan birbaşa bura çağıra bilək. Bundan da bitirdik. REST controller, servis və repository. Okay. Bir də user'ımın üstündə hələ ki heç nə yoxdur. Çünki hələ ki databazanı bura qoşmamışıq. Burada başqa bilməli olduğunuz məqamlardan biri də nədir?
Kodu run eləyəcəm indi sizdən bir yerdə. Baxın, run'ı basıram. Kod bir dənə run olsun. Map özünə gəlsin. Bir saniyə. Hə. 80-80 portunda ayağa qalxdı, görürsünüz. 80-80 portunda. Ifşa, ucu Postmandan bura gəlib requesti 80-80 portuna göndərə bilirsiniz. Çox rahatlıqla. Adi baxın, bir dənə misal göstərəcəm. Boş data gəlsin deyə. Bir dəqiqə. 80-80 yazıram, görürsünüz. Browserdə birbaşa. 80-80 endpointimin də adı nədir? Get. Bomboş. İçəri skopqa gələcək mənə, baxın. Gördünüz, bomboş skopqa gəldi. Çünki içində datam yoxdur. Amma birazdan mən o data yazandan sonra dataların bir-bir hamısı mənim gəlib çıxacaq. İndi gəlirəm bura. Create user. Görək podu tanıyacaqmı? Çünki Spring'in təməlidir. Bu podu ola bilər, tanımasın. Adı nədir? Save. İlk gəlirəm bura. Adını yazıram. Save. Request modeli dəyişirəm. Məndə nələr var? User'ın içində. Name, surname, bir də yaş. Name, Akif. Surname, deyək ki, Aliyev. Age də ki, 12. Bunlar bizə nədir? Lazım deyil. Aşağıdakılar. Hamısını verdim. Okay. Bizim unutduğumuz bir dənə məqam da request body'dir. Onu da indi yazarıq. Belə bir dənə check ataq. Okay. Deyək ki, gətirdi. İndi də bir dənə gəlin burada request atım. Hə, gördünüz. Name, surname, age gəldi, düşdü bizim bazamızın içinə. Bir dənə sizə bu dərs deməli olduğum ən önəmli şeylərdən biri də budur, bax. Controller'ın içində, burada request body yazırsınız. Bu formatda yazır. Request body nədir? Yəni, indi request body ilə göndərən datalarımız gedib oraya oturur içəri sistemə. Yaratdım, app qalxdı. Save eləyəcəm. Save etdim. Və daha sonra get eləyək, baxaq. Gördünüz, Akif, Aliyev, yaşı da 12. Göz birbaşa browserdə yazıram. Webdə işləyir birbaşa bu. Serverə gedir, düşür lokal olaraq. Okay. Yəni, bugün mən sizə izahləmək olduğum ən önəmli məqam bu idi. İkinci, delete eləyirsiniz. Nəyə görə delete eləyirsiniz? ID-yə görə. ID də belə yazılır. Skopqa, ID bağlayırsınız. ID-nin də qarşısına pəz variable yazırsınız bu formatda. Long ID və bu. İndi mən nə edəcəm? Yaradacam və sonra onu silməyə çalışacağım. Run edirəm. Qalxdı app. Save var və məndə nə var? Delete var. Bunu götürək. 80. Delete. ID-si nədir? 1. Ben müştərini yaradıram. Op yarandı 1. Sonra Ali'ni yaradıram. Onda yaş olsun 20. Ali'ni yaratdım. İndi browserda baxaq görək gəlirmi? Gəlir. Bax, Akif də gəldi, Ali də gəldi. İndi buradan Akif'i silək. Gələk delete'əm və deyək ki, delete elə 1'i. İndi görək nə effekt verir. Elədim. Təzədən gəlim, request göndərim. Hop. Nə deyir burada? Hə, bu server cache deyir bizdə hazırda. Cache də bizə sərf etməyəcək. Mən lazımdır ki, cache deməsin. Okay. Browserdən onu bizdə alınmayacaq. Çünki browser onu cache'ində saxlayır. Cache də yəni yaddaşını atır browser onu. 80 və get. Request etdim. Baxın, bizim bu datalarımız hal-hazırda buradadır. Amma remove-u da bir dənə sədqəyə salıb düzəldək. Delete edirəm ID-yə görə. Delete gəlirəm. Burada gəlirəm. Bu məndən nə istəyir? Of type long. Üstə. Gəlirsiniz ID-yə. Okay. Bura baxaq. Aha. İndi mən sizə çox maraqlı bir şey izah edəcəm. ID-yə görə yox, hətta mən daha da qəlizləşdirim. Name-ə görə silin. Name. Okay. Name-ə görə silirəm. Buna ehtiyac yoxdur. İçinə daxil. Tekə. Name. Şö. İçinə daxil olaq. String gözləsin bu da. Delete gedək. Bu da string gözləsin. Baxaq buna.
Aha. İndi gedək user'ın özünə. Remove eləyir. Neyimi? Sən. İndi mənim burada sizə izah etmək istədiyim nədir? User'a gəlirsiniz. Private long ID verirsiniz. Okay. Bura bir dənə konstruktor atırsınız. ID'si olan bir dənə də düşürsünüz aşağı. Getir seti ID'si olan. Bunu da götürürsünüz. Ne edirsiniz? ToString'i də hamısına aid olanı gətirirsiniz. User controller long ID. Burada ID. ID'lər hazırdır. ID'ni belə verirsiniz. Delete'in içinə long ID. İlkcə sizin bütün məntiqiniz avtomatikman burada hazır olmuş oldu. Mənim kontrolörüm delete göndərir. ID olaraq delete gəlib düşür bura. Bu da götürüb user repository delete çağırır. Bu da gəlib ən axırda nəyi çağırır? O remove çağırır. Remove'un da için siz ID-ni göndərəndə avtomatikman içəridə olan bu user'ın içində nə qədər data varsa, ümumi göndərdiyiniz ID-yə sahib olan datanı silir oradan. Ona da sizin nəyiniz baş verir? İstənilən birini silib azalda bilirsiniz və yerdə bir dənə səmin müştəriniz qalır. Bu hissəsi də belə. İndi sizdən bir dənə sualım var. O sualım da odur ki, mən izah etdiklərimdən başa düşdüyünüzü dilə gətirə bilərsinizmi? Nələri tam olaraq anladınız? Buyurun. Aha, okey. Bir saniyə. Başlayaq buradan elə. Məsələn, ümumiyyətlə bu struktur var genel. 4 dənə klass işlətdim. Siz hansını istəyirsiniz deyin, mən basım, siz onu izah eləyin ki, siz məsələn orada tam olaraq anladığınız hissələr nələr oldu? Hı -hı. Hı. Aha. Okay. Aha. Aha. Hı -hı. Dependency injection nə deməkdir? Dependency injection nə deməkdir? Hə, mən bu mənası nədir? Əslində bayaq dediyinizi də təkrar eləsəz. Yes. Burada servisinə repozitoru bağlayır. Yes. Niyə bağlayırıq? Çünki burada ona gelib çata bilmək üçün. Yes. Bütün məlumatları gətir. Bütün məlumatların hamısını gətirəcəyi üçün gətirdiyi məlumatların tipi nədir? List user. Düzdür? Ona görə mən list user demişəm ki, bunu gözləyirəm səndən. Ona görə ki, məsələn, bu dəqiqə dəyişib void eləsən, bax, xəta atacaq. Çünki deyir onlar sənin bu mənə bunu qaytarır. Sən bura void yazmısan. Ona görə deyirəm ki, yox, bu da bunu qaytarır. Əgər buna void yazırsınızsa, o zaman gəlib buna da void yazmalısınız. Onda hə, onda bu işləyər. Okay. Bu işləmin məqsədi də budur. Void yazsız gözü bu işləyəcək. İşləmə səbəbi nə? Çünki bura void gəlir, return user, bu userin yerinə qaytarır, list qaytarır. Amma bu deyir ki, mən list qaytarıram, sən void gözləyirsən. Ona görə burada ümumiyyətlə list olmalıdır. Birbaşa bu dəyişməlidir kökdən. Biz burada təməldə list user qaytarırıq deyə, bu da məcbur list user qaytarmalıdır. Avtomatik bu da list user qaytarmalıdır. Okay. Bəs burada hə. Hı -hı. Hansını deyirsiz?
Hı hı. Bu bizi nəyə görə və bunlara görə. Yes. Bir də burada sizə verməli olduğum sual da odur ki, daha doğrusu bildirməli olduğum şey, fayllarda project structure-a girib versiyanı buradan dəyişə bilirsiniz. İşləməsə məsələn sizdə 17.3.22 yoxlayın. O da işləmədi məsələn 23, 24 və s. yoxlaya bilərsiniz. Önəmli olanlardan, məqamlardan biri odur. İkinci, app işləməyəndə gəlirsə burada fil işarəsi var solda, Gradle sağda. Ona basırsınız. Bu terminal var burada. Terminalı seçirsiniz. Bir dənə burada yazırsınız clean və build. Yəni app elə ki sıfırla. Sil, təzədən yaz beynini var, sıfırlayır, təzədən yazır. Hop, aşağıda build success verəcək indi birazdan. Hop, görürüz build successful. Bu. Əsas logiklərdən biri bilməli olduğunuz və çox adamın da bilmədiyi tələbələrdən söhbət gedir bu məqamlardır. Okay. Bir də işlətdiyiniz Spring-in də versiyası var. O Spring-in versiyasına da baxmaq istəyirsinizsə, gəlirsiniz hara? Gradle gəlirsiniz. İşlətdiyiniz Spring versiyası da 4 hal-hazırda. Bu 4.0.1. Bu da Spring-imizin versiyasıdır. Hal-hazırda istifadə etdiyimiz Spring versiyası. İndi mən gələn dərs, sizə bugün hansı ki uşaqlar o dərsi keçdim, nəyi izah edəcəm? Baxın, H2 databaza var bizdə, belə deyilən bir databaza var. Bu databazanı keçirdim yoldaşlara. O databazanı koda bağlayacağam. Daha sonra user'ın tipini dəyişəcəm, entity-yə çevirəcəm və bütün bunların hamısını siləcəm. Ancaq entity olacaq burada. All args, no args, entity və toString yazılacaq. Ancaq annotation formatında. Bu dəyişiləcək. Burada mock data olmayacaq. Birbaşa extend eləyəcək databazaya. Databazaya bildiyimiz app'i qoşacaq. Və bunlar gedib birbaşa databazadan gətirəcək. Yəni run eləyəndə app'i konkret olaraq belə bir bazamız olacaq. Belə bir yaddaş atacaq dəyərləri. Oradan gətirib oxuyub, əməl edib işləyəcək. Bu o qədər geniş mövzu ki, bugün təsəvvür eləyin, ancaq mən danışdım. 2 saat 40 dəqiqə dayanmadan izah elədim. Çox rahat, sadə yolla izah elədim. Elə istəsəz uşaqlarla debat eləyərsiniz, Zeynal'la falan. O da bir sizə məlumat verər. Onlara tam qaranlıq idi onlar üçün full, amma onlara tam aydın oldu. Onlara birinci belə keçdim, sonra bazanı qoşanda tam onlara daş oturdu. Təzədən sonra baza dərsi mən təkrar keçirəm ki, tam otursun. Ondan sonra da Spring-in təməli tam sağlam qoyulmuş olur. Geri gəldikdə bu məsələlərə isə Spring-in içində və bunları mən Spring-in içində izah edəcəm. Onda başa düşəcəksiniz ki, stream nə demək idi, list nə demək idi ümumiyyətcə. Və listi adi burada mən izah elədim, gördünüz Spring-in içində tutdunuz ki, deməli cəmdə olan şeyləri saxlamaq üçün imiş müştəriləri. Çünki bu müştərilər ikiləndi. Belə. Okay. Yəni mənim deyəcəklərim bunlardır. Ötürə biləcəyim məlumatlar. Sizdən mən task olaraq nə istəyəcəm? Evə. Sizdən task olaraq istədiyim ən önəmli şey bu proyektin eyni formatını, user üzərindən yox, house üzərindən bir dənə task atacağam. Eyni bu gördüyünüz formatı siz sıfırdan modelini qurub, sıfırdan app'i girib buradan yeni proyekt yaradacaqsınız. Hamısını eləyəcəksiniz, versiyasını verəsiniz. Package-ləri yaradıb, servis controller, repo, user hamısını yaradıb mənə bir dənə göndərəcəksiniz və mən nə edəcəm? App'i run edəcəm və girib postmana request atacağam. Görüm işləyir yoxsa yox. Məsələn 200-dür, gözlü işləyir. 500 falan atsa demək ki işləmir. Yəni request atıb yoxlayacağam. Əgər işləyirsə gələn dərs növbəti dərs databazaya girəcək, ora qoşulacaq. Onunla da belə. O biri qrupun dərsində məlumatınız olsun, əgər qoşulmaq istəsəz, həftənin 3-cü, 6-cı günləri olacaq sizdən keçdiyim günlərdə. Saat axşam 7-də. Okay. Tamam. Okay. Başqa burada anlamadığınız bir şey varsa verin sualınızı. Yoxdursa mən indi videonu yükləyim, video geçsin, YouTube-a düşsün. O bir video ilə bir yerdə. Ondan sonra linki sizə atın, taskı göndərin. Mən bugün hələ oyağam. 1, 2, 3-ün yarısına qədər. Sizdən sonra canlı görüşüm olacaq. Ora qoşulacağam işdən bağlı. Ondan sonra da rahat bir saat yarım mən də hələ oyağam. Mən bir dənə istəyim odur ki, taska başlamamışdan əvvəl indi dərsdən ayrılan kimi yeni proyekt yaradın. Bu proyekti böyrünə qoyun, yeni bir dənə proyekt yaradın. Bunun eynisini köçürün ora, amma yazaraq əlinizlə bir-bir. Onda tam oturacaq və taska verəndə sərbəst şəkildə yaza biləcəksiniz. Əgər ən verimli şəkildə istəyirsinizsə ki,
tam dərs sizdə otursun, öyrənmiş olasınız. Bu bir. İkinci zəif tərəfləriniz deyim nədir? Onu sual vermişdiniz. Sizdə mənim görmək istəyəcəyim, ən çox görmək istəyəcəyim tərəf, bilirsiniz nədir? Kodinq stilində yanaşmaqdır biraz daha çox. Çünki siz bir ildir də bu sahədəsiz, aşağı-yuxarı. Kodinq stili yanaşmaq nədir? Məsələn, sizə atıram, bu task verildi. Mənim özümə də aiddir, bu kapital daxilində task verildi. Siz o taskı AI ilə yazın, taskı Google-dan araşdırın, taskı nə bilim kimdənsə soruşun. Nəticə etibarilə o taskı bitirmiş olun. Nəyə görə? Çünki AI-dan baxsaz belə, Google-dan yazsaz, kimdənsə soruşsaz belə, axıra belə onu özünüz yazacaqsınız və səhv olacaq orada. Səhv eləyən sonra özünüz tapıb düzəldəsiniz deyə öyrənmiş olacaqsınız. Sizdə bir dənə görmək istədiyim odur. Yəni bir qaynaqdan asılı olursunuz bəzən, o elə olmuyor. Məsələn, bir neçə qaynaq. Bu bayaq uşaqlara da deyirəm. Deyirəm, yəni mənim dərsim videosuna baxdınız, o bəs deyil. Gedin YouTube-dan da baxın. Mən məsələn kursa gələndə YouTube-dan baxırdım, Ramin müəllimin videosuna baxırdım, bir də əlavə Udemy-dən baxırdım. Ən effektiv. Çünki hərənin bir düşünmə tərzi var. Üçündən də baxsaz siz hamısına sahib olmuş olursunuz. Bir dənə feedback-im bu olar sizə. Yəni sizə verə biləcəyim ən böyük, yəni sürətli öyrənmək. Çünki bu mən bu dəqiqə özüm də hal-hazırda elə eləyirəm iş daxilində. Tək inkişafın ən sürətli yoludur. Belə. İndi mən onlaynam, sizdən geri dönüş gözləyəcəm. Əgər çətinlik olsa, bir dənə istəyim odur ki, hal-hazırda sağollaşandan sonra bir dənə yeni proyekt yaradım və paralel olaraq buna baxın, oraya yazın, buna baxın, oraya yazın. Amma kopyasləməyin. Bu baxın, əllə başlayın, köçürüb yazın. Okay. Okay, hə. Bir dəqiqə belə sizinlə bir yerdə burada. Şey yoxdur da, prosta kitabı mənim bağlamışam. Düşünün onu. Hə, okay, CodeShare-dən sizə göndərərəm. Birinci strukturu belə göndərəcəm sizə. Əslində CodeShare-dən yox. Sizə birbaşa strukturu göndərirəm. Class strukturu bu formatdır. Kodları da CodeShare-dən indi bir dəqiqə atım. Bir dəqiqə. Okay. Share code now. Və yazıram bura. User. Okay. Buraya gəlirsiniz, seçirsiniz buradan Java-nı. Bu sizin user klassınızdır. Bu sizin servis klassınızdır. Bu sizin repository klassınızdır. Bu sizin controller klassınızdır. Hamısını attım CodeShare-ə. CodeShare-i də linkini kopyalayıram. İndi WhatsApp üzərindən sizə göndərəcəm. Elə Teams-in linkindən göndərirəm buradan. Onu da attım linkini. O görüş necə? Üstünə basın açılacaq. Vəsə. O zaman xəbər gözləyəcəm sizdən yaxşı saat yarım ərzində. Bir saniyə.